Vətənini sevməyən insanın şərəfi olmaz. Alimlərdən İbn Bədis, Allah ona rəhm etsin, buyurur ki, vətəni sevməyən və ya vətəni müdafiə eləməyən insanın şərəfi olmaz. Biz Allah'a şükr eləyirik ki, Allah Teala bizi qalib olduğumuz bir ölkədə yaşadır. Lakin bilmək lazımdır ki, bu qalibiyyətin bir səbəbi var. İlk öncə Allah ölkəmizə yardım eləyib, Allah Teala zəfər verib. Necə Allah Teala buyurur ki, وَمَنْ نَصْرُ إِلَّا مِنْ عِنْدِ اللّٰهِ الْعَزِيزِ الْحَكِيمِ. Zəfər yalnız qüdrət və hikmət sahibi olan Allahdandır. Biz bilirik ki, Allahdandır. Lakin Allahın izni ilə səbəblər var. O səbəblərdən biri və ya ən böyüyü əzimkar başçıdır, rəhbərdir, sarsılmaz güc və iradə sahibi olan Allahın izinə rəhbərdir. Sonra ordumuzdur. Allah Teala onları qorusun. Allah Teala şəhidlərimizə rəhmət etsin. Allah Teala yaxınlarına səbir versin. Allah Teala qazi qardaşlarımızın sağlamlığını tezliklə özlərinə qaytarsın. O qardaşlarımız ki, döyüşüblər, nə qazi olublar, nə şəhid. Allah onlardan razı olsun. Allah Teala ölkəmizə, vətənini, millətini, dinini sevən yeni, güclü, qüvvətli cavanlar nəsib eləsin. Allah Teala həmd olsun ki, Allah Teala əmin-amanlığımızı tam olaraq bərpa eləyib. Allah Teala qorusun. Allah Teala ölkəmizi irəliyəndən sonra geriləməkdən qorusun. O kəslər ki, ölkəmizə şər istəyirlər, Allah Teala onların niyyətlərini boğazlarında qoysun. Allah Teala bizim ölkəmizi və ölkəmizin rəhbərini qorusun. Bütün xeyirlər Allahdandır və ən böyük xeyirlərdən biri ölkənin qələbə üzərində olmasıdır.